Hənifəli Elman Tahiroğlu, biz 25 ildən sonra sinif yoldaşlarımızla bitirdiyimiz bir doğma məktəbimizə yığılmışıq. Bugünkü bizim təəssüratımız dilə gətirəcək dərəcədə deyil. Həm kövrəlirik, həm fəxr hiss edirik, həm sevinirik. Biz məktəb otağında, sinif otağımızda müəllimlərimizlə, ibtidai sinif müəllimimizlə, sinif müəllimimizlə, məktəbimizin direktoru ilə, hamısı ilə görüşdük, öz xatirələrimizi paylaşdıq və bizim belə deyək, bu günə gəlib çatmamızın səbəbkarı olan müəllimlərimizi, şəhidlərimizi yad etdik. Rəhmətə gedən bütün müəllimlərimiz, şəhidlərimizə Allahdan rəhmət dilədik, sağ qalanlara can sağlığı dilədik. Və biz idman zalında, məktəbin koridorlarında gəzərkən də öz uşaqlıq xatirələrimizə qayıtdıq. Və bugünkü gündə bizim 25 may son zəng günümüzdür. Biz bugün məzun olmuşduq və 25 ildən sonra yenidən görüşdük. Biz bugünkü görüşün daha effektli olmağını və gələcək şagirdlərin həyatında daha gözəl ruh yaradacağını hesab edirik və bütün bugünkü gündə də belə deyək, ikinci, üçüncü qruplar ki, imtahanlar verirlər şagirdlərimiz, onların hər birinə uğurlar arzulayıram və valideynlərinin sevinməsini istəyirik ki, onlar da sevinsinlər. Çox böyük xoş təəssüratlar var. Əlbəttə 25 ildən sonra şagird və müəllimlərlə görüşmək özü xoş bir təsadüfdür. Mən nə arzu edərdim? Arzu edərdim ki, bu axırıncı olsun. Yəni 25 il, sonra 50 il və s. belə davam eləsin. Hamıya uğurlar, nailiyyətlər arzu edirəm. Bugünkü tədbirdə təşkil edən şagirdlərimə, müəllimlərimə mən minnətdarlığımı bildirirəm. Bizi 25 il geri qaytarıblar. Bugünkü gündə son zəng keçirilməlidir bu həyatda. 25 il bundan qabaq bunları mən müstəqil həyata yola salmışdım. Ona görə bugünkü sevincimi mən bu şagirdlərimlə bölməyə söz tapmıram. Mən bu şagirdlərin qəlbində özümə yer tapmışamsa, xoşbəxt bir müəlliməm. Sevinirəm ki, 45 illik müəllim həyatımda 301 şagirdin ürəyinə yol tapmışam. Sevilmişəm, sevinmişəm, valideynlərin hörmətini görmüşəm. Həmişə məni seviblər. Bundan artıq mən bu uşaqları yanımda, ətrafımda görəndə sevinirəm, fəxr edirəm onlarla. Bir tərəfimdə vəkili var, bir tərəfimdə prezident şurasında işləyən var, bir tərəfimdə mühəndis var. Mənlə məktəbdə işləyən müəllim, şagirdlərin müəllimlə çiyin-çiyinə işləmişəm. Mən bunlarla fəxr edirəm, həmişə də fəxr edəcəm. Valideynlərim, bu istansiyadakı valideynlər mənə həmişə mənəvi ruh verib. Məni sevindiriblər. İşlərimdə daha da nailiyyətlərə yol tapmaq üçün məni ruhlandırıblar. Ona görə burada Nadir müəllim, mənim məktəbin direktoru, uzun illər mənlə direktoru çin-çinə işləyib. Ona da təşəkkür edirəm. Bütün müəllimlərə, bütün şagirdlərimə. Sizinlə həmişə fəxr eləmişəm. Öpürəm hamınızı.